Salam dostlar, bütün qürbətdə, Rusiyada yaşayan qardaşların hamısını salamlayıram. Allah sizləri var eləsin. Bizi Moskvadan, Sankt-Peterburgdan, dostumuz Murmanskinin Buran ürəyi Fəzail qardaş Arxangelskidən, Ağdabədi rayonu Minaxori kəndində. Dostum Namaz qardaş. Bizi Sankt-Peterburgdan deyirlər. Ondan sonra bizi Sibirdən, Kamçatkadan, Kirvələrim. Kim baxırsa dostlar, baxın Azərbaycanda görün nə gözəldir təbiət. Hər tərəf göm-göy göyərib, bizi Uraldan, Murmanskdən, Çelebinskdən, Tomskdən. Kim hardan baxır yazsın dostlar. Şəmkir uşaqları, Bərdə, Tərtər, Ağcabədi, Tümey şəhərindən qılıçlı uşaqları var. Allah canı sağ eləsin. Novosibirskdən dostum Şakir qardaşı. Bütün Azərbaycanlıları salamlayıram. Baxın dostlar, təbiətə baxın, gözəlliyə baxın. Allah sizləri var eləsin. Mən Rafael Bərdəli, yəni bu TikTok, YouTube kanalında bütün qürbətdə yaşayan qardaşlar salamlayıram. Bizim bu kanala abunə olun, dəstək olun. Tüm Bərdə, Yevlax, Tərtər, Gəncə, Ağcabədi, Şəmkir, Ucar, Beləsuvar, Kürdəmir, Göyçay, Qubadlı, Zəngilan, Füzuli, hardan kim baxır Azərbaycandan da. Hər birinizə gözəl günlər arzulayıram. Allah hər birinizin qapısında xeyir işlər. Sankt-Peterburgdan dostum Buqar, Yevlaxlı, Şahin qardaş salamlayıram. Tomsk'dan bizim dostumuz Azer Tamarov var. Sverdlovski'de qalır. Onu salamlayıram. Tüm qardaşların hamısına deyirəm ki, baxın Azərbaycanın bu gözəl yerlərinə, təbiətinə baxın. Görün hər tərəf necə göydür, göyərtidir. Bizi Kamçatkadan, ondan sonra Sibirdən, Volqagraddan, Dağıstandan, Bərdə, Şəmkir, Tərtər, Ucar. Kim hardan baxır YouTube kanalına? Abunə olun, like verin, videolarımızın davamı inşallah gələr.